Bax qardaşım, hər kəsin öz fikri var. Hər kəs istədiyini danışa bilər. Sən hər bir kəsin danışıqlarına fikir vermə, diqqət etirmə. Sən yalnız Allah və Rəsulunun dediklərinə, salih sələflərin düşündüyü kimi bax, onlar kimi bax. Başqalarına diqqət etirmə. Yəni sən təsəvvür edirsən bir kəs deyir ki, gedib ümrə eləmə. Yəni deyirsən gedib bunlar bu pulunuzu niyə ərəblərə yedizdirirsiniz? Bil ki, sən Allah üçün nə xərcləyirsənsə, Allah onun əvəzinə sənə daha çox verəcəkdir. Nə qədər səyahət edənlər var, başqa ölkələrə gedirlər səyahət etməyə. Ona nəyə görə demirlər? O səni istəmir ümrəyə gedəsən. Həclə ümrə arasını təqib edin, izləyin sözü kim deyir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir. Hər danışana qulaq asma. Kitab və sünnədə gələn sələfin ümmətin fəhmi ilə onlara qulaq as. Hər bir danışanın sözünə qulaq assan, hələsi deyəcək ki, bu yol getmə, bura get, ora get, bura get.